Natiq müəllim, mühərrik niyə yağ yeyir? Mühərrikin yağ yeyməsini çox zaman turbində və mühərrikdəki o prokladkalarda axtarırlar. Lakin buna səbəb Porsche'nin üzükləri də ola bilər. Baxın, Porsche'ndə 3 üzük var. Bunların ikisi kompresyon üzüyüdür, üçüncüsü isə yağ sivirən üzükdür. Yağ sivirən üzüyün əsas funksiyası silindrin divarındakı yağı sivirib aşağı salmaqdır. Lakin zaman keçir, bu üzüklər kokslaşır, yəni kipləşir, hərəkətsiz olur və silindrin divarındakı yağı sivirib aşağı sala bilmir. Nəticədə də yanma kamerasında yaranan isti temperaturdan yağ yanır və buxarlanır. Buna da səbəb həmin bu kipləşmədir. Bəs bunu necə aradan qaldırmaq olar? Bunu iki üsulla aradan qaldırmaq olar. Birinci üsul bu kokslaşmaya qarşı xüsusi kimyəvi maddələr var. Deməli, şamın yuvasından birbaşa Porsche'nin başına süzülür bu. Müəyyən müddətdən sonra çıxardılır. Əgər bu kömək eləmirsə, ikinci üsul mütləq ustaya getməlidir və mühərrik sökülməlidir. Nəticə olaraq, mühərrik yağ yeyirsə, səbəbini vaxtında aydınlaşdırmaq lazımdır.